Bu il verilişimizdə heç bir yenilik yoxdur. Eyni məkan, eyni studiya, eyni qab-qacaq və yeniliyimiz bir dənə budur. Mövsümün ilk verilişində nə bişirdik? Şokoladlı Napolyon. Yo, kesmə. Sən narahat olma. Vaxt itirib. Bir daha sakitlik, xahiş edirəm. Biz səni Xahiş edirəm, dayan. Nə təryaxam keçirir. İndi düz eləyəcəm. Bu xəmir gedir soyuducuya 5-6 saatlıq. 5-6 saatlıq. Qardaş, veriliş olar yarım saat. Biz 8 saatdır burada çəkdik. Bir də tort bişirəcəyik. Mən hüququm pozuldu. Artıq 10-cu saata keçir. Mənim süfrəm Davam edin. birazdan. Pay səni uşaq belə. ARBD baş sponsor Azər Süd. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mənim süfrəm yeni mövsümə başladı. Ema xanım necəsiz? Salam əleykum. Can, Xoş gördük. sən məni öpürsən, sən havanı öpürsən. Dedim, makyajım... Neçə aydır bir-birimizi görmür. Əməlli öp də, hə. Ay, Ömürdü, hayatı, kederdi, büsattı. Ömürdü, hayatı, kederdi, büsattı. Uyumadım hiç neye, ben Yenə qayıtdım. Uyumadım hiç neye, ben gene qayıtdım. Qayıtdıq dostlar və həqiqətən. eyni məkan, eyni studiya, eyni qab-qacaq. Sponsorumuz da eyni, inşallah o biriləri də gələcək və fərqli reseptlər, illərlə köhnəlməyən 5 mövsümdür televiziyada mətbəx şovları arasında nömrə 1 olan və illərdir mətbəx verilişini davam etdirmək hər komandanın işi deyil. Bütün komandaya təşəkkür edirik və biz inşallah qismət olsa növbəti illərdə də var olacağıq. Allah qoysan. Danışın, salamlaşın. Salam mənim əziz tamaşaçılarım, mənim süfrəmin tamaşaçıları. Nəhayət 3 aydan sonra yeni sezonu açırıq, gözəl, gülə-gülə, mahnı ilə oynaya-oynaya. Niçin ki, ona görə ki, biz yenə də sizinlə gəldik görüşə. Bəli. Və deyin. Və mən sizi öpürəm, mən sizi bağrıma basıram. Yaxşı ki, varsınız. Evinizə bol, ruzu, bərəkət arzu eləyirəm və mənim süfrəmdə hazırlanan təamlara hamısını evdə hazırlaya biləsiniz. Bu il verilişimizdə heç bir yenilik yoxdur. Köhnə Bəli. hamam, köhnə taslı və heç bir əşya dəyişmir və yeniliyimiz bir dənə budur. Salfetka qabımız var, Xatirə xala evdən gətirib. Yəni Mən gətirmişəm onu evdən. Siz gətirmisiniz? Bəli. Eyma xanım evdən gətirib, sağ olun. Başqa heç bir yeniliyimiz yoxdur. Dəyişməmişik və dostlar, biz bugün Elmirə xanım məni qırmadı. Elmirə xanıma dedim ki, ay Elmirə xanım, dedi, hə. Dedim, birinci verilişdir, gəl belə eləyək. Tort olsun. Elmirə xanım həqiqətən dedi ki, eləyək və mən sevdiyim bir tort var, Napolyon. Napolyonu qara günə qoyub bugün. Həqiqətən də qara Napolyon. 10 cür tort təklif elədim. Bu insan zövqün dəyişmir. O qədər sadiqdir bu Napolyona. Dedim, bir halda ki, sən Napolyon istəyirsən, artıq biz 5 ilin ərzində bəlkə bir 50 dəfə o Napolyonu hazırlamışıq. 3-4 dəfə pişirmişsən, ildə bir dəfə eləyirsən. Bugünkü, bax... Qara gün niyədir, qara niyə eləmişsiniz o? Qara gün, o şokoladlı Napolyon, o bilsən nədir? Təsəvvür elə xəmir şokoladlı, krem şokoladlı, belə möhtəşəm. Və bizə nə lazımdır şokoladlı Napolyon üçün? Həmişki kimi 1 kilo un, 4 xörək qaşığı kakao, Tural hamısını yazacaq. Əgər birdən kimsə ötürsə resepti, yəni mən deyəndə narahat olmayın. Yəni Tural hamısını maşallah qəşəng yazır. Deməli, bura gəlir 2 paçka vanil, amma ehtiyac yoxdur sadəcə olaraq mənim hazırladığımın Napolyonun üstünlüyü. Hazır tortdan möhtəşəm ətir gəlir. Adam deyir, yeyim, bir də yeyim. Gör necədir ki, balaca Rəsulun ürəyi gedir Napolyonla ötəri. Və bura mən əlavə eləyirəm 1 xörək qaşığı şəkər. Mən bunu yaxşıca qarışdırıram. Xəmirin yağı buzxanadadır. Hətta suyu da buzxanadadır. Bizə lazımdır ki... Soyuq olmalıdır. Soyuq olmalıdır. Yəni bunun tərkibindəki yağ əriməməlidir.
Onun da hesabına deməli korujlar bişəndə qat-qat olur. Bir də burada Qaralma da axı o. niyə qaralmalıdır ki? Tab qapqara olur. Yox. Hə, belə qara, əsmər. Bu mənim için öz xüsusi icadımdır. Bunu heç kəs deyə bilməz ki, Emma xanım bunun resepti ilə bişirir və əgər sən YouTube camiəsində birdən şayət şokoladlı Napolyon Bil ki, görsən, mənimdir. bil ki, mənimdir. Bəli, bəli. Və gördüyünüz kimi dostlar, yağı Elmira xanım bu formada rəndələyir. Baxın. Bu belə olmalıdır. Bəli, bəli, halqa Biz halqa. bunu Bəli, rəndəliyirik. Ona görə də xəmirə qatılan yağ mütləq buzxanadan çıxmalıdır. Ümumiyyətlə, qat-qat xəmirin xüsusiyyəti odur. Hətta, məsələn, kim ki mənim reseptimlə qorxuram, adını çəkəm, indi deyəcək ki, onunla bişirək. Hətta qoqal hazırlayanda belə fikir verirsiniz ki, qoqal badam bura. O yuxaların arasında yağ donanda o daha gözəl, keyfiyyətli olur. Qatları gözəl görsən. Fəridin özünə məxsus xoşlanan şirniyyatlar var. Napolyon da tort tərsinində öz fərqliliyi ilə qaldıqca gözəlləşir o yer. Çox. Niyə gözəlləşir? Ona görə ki, xəmirin tərkibində vanilin var. Bəli. Burada hələ əlavə olaraq kakao da var. Fərid, təsvir elə. Kakaonun qoxusu gələcək, vanillə qarışacaq. Baxın, suyumuz buzdur, buz kimi su əlavə olunur. Bir stakan, bir də yarısı. Biraz da. Bir stəkan yarım su, yumurta 5 dənə 5 yumurtanın sarısı, və yarım çay qaşığı limon turşusu, 3 xörək qaşığı sirkə. üzüm sirkəsi, və bir çay qaşığı bizə duz lazım olacaq. Fərid, amma bax bu da bubri duzdan, xırda duzdan. Çay qaşığı. Kremdir, yoxsa xəmirində hələ bu? Bu xəmirin suyudur. Və görmürsən buzlu. Və biz xəmiri yoğuranda, əziz tamaşaçılar, çox diqqətlə baxın. Yəni bu şərtidir. Napolyon, klasik Napolyon tortunun xəmiri adi qaydada yoğurulmur. Bu xəmir belə yoğurulur deyənə, ona görə də o qatlar elə alınır. Və mən başlayıram, bax bu ovuntuna, bax belə qatlamağa. Yadında saxla da, arada görsün ki, evdə rəsulla bişirirsiniz. Vaxt olsa eləyəcəm bunu, rəsum. Yaxşı, nə qədər mən varam, bir dənə zəngün bəsdir. Allah canı sağ olasın. Baxın, görün. Yəni, adi qaydada yoğurmuruq, ha. Siz bunu üst-üstə yığırsınız. Bax, bu həmin bu tortun qatlarıdır. Həqiqətən dostlar, adam çiğ yemək istəyir xəmiri. Çox möhtəşəm burada ətirlər var. Nə ətir? Xəmirdən şokolad ətri. Gəlir, hə. Şokolada ağ olacaq, yoxsa o da qara olacaq? Şokolad nədir atam? Kremi. Kremi, hə. Krem də şokoladlı olacaq. Xəmiri yığdım. Yəqin ki, çəkiliş vaxtı, yəni ki, gördünüz necə elədim.
Bax, görürsünüz ki, mən bunu bax, bu cürlə, bax, bir dəfə də belə bükürəm. Qorxmayın, bu belə quru qalmayacaq. Bu soyuducuda qaldıqca bütün ovuntular nəmlənib, biri-birinə yapışıb, çox qəşəng bir xəmir olacaq. Və bir daha, bir belə, belə və belə. Və artıq bu xəmir gedir soyuducuya düz 5-6 saatlıq. Ondan artıq yox. Xəmir soyuducuda qalana qədər kremin, deməli, bişmiş hissəsini, yəni horrasını hazır edirəm. 2 stakan süd. Kim mənim reseptlərimlə işləyir, yəni bildiyiniz krem plan 1-dir. Amma burada bir dənə dəyişik olacaq, siz indi görəcəksiniz. 2 stakan şəkər. Mənim əzizlərim, 2 paçka vanil. 4 xorey qaşığı kakao. 4 xorey qaşığı un. Əlimi dayandırmadan mən bunu qarışdırıram. Ta ki qaynayana qədər. İndi özünüz diqqətlə baxın, görəcəksiniz. Çox və çox dadlı kremdir. Məsələn, siz istəyirsiniz ki, uşaqlarınız evdə təmiz şokolad yağı yesin. Həmin kütləni bişirirsiniz. Bura yağ əlavə edib çalırsınız. Qəşəng bir qaba yığın. Bu həmin olur təmiz, orqanik, qatqısız şokolad yağı. Artıq bunu bu cürlə bişirirsiniz, soyudursunuz, yağı çalırsınız, 800 qram yağ, yəni əyəm şokolad yağı eləmək istəyirsiniz. Bu bişmə horradan hissə-hissə qatıb çalandan sonra olur gözəl şokolad yağı. İnanınız ki, heç özünüz də əl çəkməyəcəksiniz. Və bu isti kütləyə, yəni isti horanın içinə mən zquşonkanı əlavə edirəm. Mən bunu niyə edirəm? Bizə lazımdır ki, horra soyanda üstü qabıq bağlamasın. Baxın, görün necə bir qəşəng kütlə alındı. Və gözləyirəm ki, bu soysun ki, kremi çalaq. Mən xəmiri çıxardıram, artıq 4 saat keçdi. Yəni, verilişdi deyənə bizə əl vermir 6 saat gözləmək, amma yenə də problemi deyil. Gəlir artıq, mən bir də üst sifətimə baxım. Gəl belə eləyəm, mən bunu bölüm, izah eləyim. Sonra sən, orada bizim qəşəng divanımız var. Sən ged orada otur, mən də yavaş-yavaş bunları bişirim. Bişirin. Sadəcə olaraq, əziz tamaşaçılar, mən ümumi xəmiri bölürəm 8 hissəyə. Mən sizə belə bir məsləhət verə bilərəm. Məsələn, bu mənə gələn suallardan irəli gəlir. Mənə deyirlər ki, Emma xanım, olar ki, bu xəmiri yarım pors edək. Yox, bu xəmiri yarım pors eləmək mümkün deyil. Niyə? Bir pors olmalıdır. Ona görə ki, bu bir pors olmalıdır. Burada 3 xorey qaşığı üzüm sirkəsi var və bu xəmirin tərkibində 5 yumurtanın sarısı var. Siz nə edə bilərsiniz? Siz xəmiri ümumi hazır eləyirsiniz, yarı bölürsünüz. Yarısını qoyun buzxanaya, yarısını hazırlayın. Bugünkü tortumuz olacaq dairəsi 30. Bəli. Ona görə mən bu xəmirin hamısını istifadə edirəm. Neçəlik çıxacaq? 8-ni çörək olacaq, kurj olacaq.
Verilişimizin baş sponsoru Azərsüddür dostlar. Onu da deyim ki, süd məhsulları zülal mənbəyidir, kalsium mənbəyidir və biz verilişimizdə həmişə Azərsüd məhsullarından istifadə edirik. Bunu görürsünüz. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd fermasının təzə və təbii südlərdən istehsal edilən sağlıqlı və ləzzətli süd və süd məhsulları təbiiliyi qorunaraq uşaqlardan böyüklərə qədər bütün süd məhsullarını sevənlərə təbii yollarla özünə məxsus qablaşdırmalarda çatdırılır. Azərsüd, təbii ləzzət, təbii ki, fermamızdan. Bax görürsünüz ki, bax bu ağ bax Ağlar nədir? Bax bu yağdır. Və bizə lazımdır ki, Fərid 2 kilo 160 bölürsən 8-ə. Mənim əzizlərim, siz də evdə elə 270 bişirin. qram. 270 qram, tamam. Bir də mən şpatili gətirim. Deməli, tən yarı belə böl, bax belə. tələsmə. Hə. Mən dəqiqliyə üstünlüyü verən insana. Tələsməm də 270 Şpatilimiz hardadır ki? Sən narahat olma. Mən narahat deyiləm. Bir də darıq 270 mən. Yox, indi bir... Bir də darıxmasın, xahiş edirəm. Mən bir dənə konsentramı edeyim. Vaxt itirib, buna olmaz isinmək bu xəmirə. Hər birini 4 hissəyə Bir böl. də sakitlik, xahiş edirəm. 4, 8 olmalıdır. Bir yarı böl. Sənə qurban. Xahiş edirəm deyəm. Yarı böl. Mən o fikirləşdim də deyəm. Hə. Biz səni hə. Nə təryaxam keçibi. 270 olmalıdır bu. Olmamalıdır. Olacaq 300 neçə. 308 oldu da indi. Sən indi mənim sözümü eşit. İndi düz eləyəcəm. Bir də o götür. 200, bax bu, deyəm, bu... Sən niyə mənim sözümü eşitmirsən? Deyəm. Hə. İndi baxaq. Yo, kəsmə. Onu kəsmə. Kəsmə onu. kəsdim Bir dəqiqə deyək. Yo, kəsmə. Bunu da böl, kəsmə onu. Xahiş edirəm. Sən indi get otur, mən özüm eləyəcəm. 70 tuzlamadım çala. Ona görə ki, sən dəcəlsən. Elə bir ətdir özüm. İdeal xəmiri bölə bilər ancaq avtomat. Avtomata tapşırıq verirsən, bu qədər qram və o onu bölür. İnsan heç vaxt dəqiqliklə heç nə bölə bilməz. Bu Siz də realdır. avtomat kimisiniz maşallah, bölürsünüz. Çox sağ ol, amma heylə deyil. Korujlar eyni olanda, bax görsən ki, amma mən dediyim kimi eləsəydin, Təqribi düz olacaq. təqribi olacaqdı düz. Problem deyil. Bu bir fikirdir. Əksinə bəlkə də yaxşıdır ki, belə bir şey olur. Artıq bizə təzə tamaşaçılar baxır. Onlar görsünlər ki, yəni nə olur. Amma korujlar eyni olanda kündələr. Onda tort çox səliqəli olur. Korujlar eyni olur, qalınlığı eyni. Və hətta mən sənə belə deyim, Fərid, istehsalatda belə xəmirin özün kündələməyə qoyanda orada növbə ilə qızlar eləyirlər. Yəni xanımlar, aşpazlar. Niyə? Ona görə ki, bu çox bir uzun prosesdir, yorucu prosesdir. Həm də soyma, isinməli deyil xəmir. Xəmir isinmə, mən indi xəmiri təzdən qaytaracağım, deməli soyuducuya. Buzxanaya yox, soyuducuda qoyacağım. Maşallah, soyuducumuz, məsələn, mən bilmirəm, Orxan oradan yaxından görsədə bilir ya yox. Bax, mən belə eləyirəm, baxın, görün ki, xəmir elə bilərsən ki, parça-parçadır. Bu nədir? Bu bizim xəmirin qatlarıdır. Ona görə ki, mən adi qayda ilə yoğurmadım, mən xəmiri yığmışdım. Tortumuz 30 santi olacaq. Çəmbərə həmin ölçünü vermişəm və yaydığım koruju yoxlayıram.
Çox nazik eləmirəm. Ona görə ki, bişəndə biraz da enlənəcək. Bu da bizə nə üçün lazımdır? Ovuntu üçün. Bunu deməli çəngəlləyirəm. ...170 dərəcədə fan rejimində bu korj bişəcək. Biz bu korjları bir-bir bişiririk, düzdür? Və mütləq korjlar öz növbəsin soyuducuda gözləyir. Bizə lazımdır ki, tərkibindəki yağ ərinməsin. Yağ ərisə, siz istədiyiniz deməli, nəticəni almayacaqsınız. Ona görə də yağ sobada bişəndə, yağ əridikcə o korjlar başlayır köpməyə. Və həmin qatlar əmələ gəlir. Yəni, bunu mütləq nəzərdə saxlayın. Görürsünüz ki, mən kündələri bir-bir soyuducudan çıxardıram, yayıram və bişirirəm. Və dostlar, gördüyünüz kimi bizim proses davam edir. Həqiqətən bu dəfə fərqli bir təcrübə yaşadıq. Bu təcrübəmiz Napoleon tortunun gününədir. Rəngi həqiqətən tam fərqlidir. Dadı daddım, çox möhtəşəmdir. Elə bir Napoleon kakaolu. Şokoladlı da. Bəli, bəli. Şokoladlı Napoleon, bunun çox maraqlı bir tarixi var. Mən deməli... O vaxtın Napoleon? Yox, o vaxtın Napoleonu deyil. Deməli, haradasa 18-ci il idi. Əsr nədir? 18-ci əsrdə heç mənim nənəm yaşamayıb. Hə, ildə. 18-ci ildə bir gözəl xanım var. Mənə qayıtdı ki, Emma xanım, bax, Napoleon bişirirsən çox gözəldir. Mən onun şokoladlısını istəyirəm. Görün, beyninize baxdı. Şəkər bura da kakao, Mən də ona, qoğalı da. o elə olmaz. O yalan, o boş söhbət. Hə, elədin bunu. Deməli, mən bunu elədim, amma kremi ağ idi. Plambir kremi zaten kakaosuz. Və mənə çox maraqlı gəldi. Yəni, bax, tortun belə qıraqları çıxır da, bu təbiidir. Mən bunu bilərəkdən eləyim. Səsin eşidək. Eşidilir. Çox unikal bir şeydir. Çox möhtəşəm. Və mən bunu elə elədim, yəni özümlə. Resepti içəridə yox idi. Bədahətən. Bədahətən mən bunu elədim. Sadəcə olaraq kremi ağ idi. Və tort getdi, tort bəyənildi. Amma mən özümdə dedim ki, nə vaxtsa mən YouTube kanalıma bunun şokoladlısını hazırlayım. Var YouTube'da bu. Bəli. Və mən bunun şokoladlısını, yəni şokolad kremini elədim, mən gördüm ki, çox unikaldır. Yəni bu mənə elə gəlir, amma indi... Görə axırın gözləyək, görə dadı... sən axırında nə deyəcəksən? Pis, yaxşısın deyəcəm. Və məsəl üçün, mən hazır korjları, deməli, tort bişirənlərin çoxsu yayır yuxanı. Mən sizə bir dərdimi deyim də, əziz izləyicilər. Bu uşaq bir tikə ağzına yemək dəyən kimi başlayır əsnəməyə. Bir tikə bir şey qoyur. Danışırsan, bir səbəbin nədir? Qardaş, veriliş olar yarım saat, bizə 8 saatdır burada çəkiliş. Bir də tort bişirəcəyik. 8 saatdır mən buradayım. Mən hüququm pozulur. Artıq 10-cu saata keçir. 4 saat o gözlə, 3 saat bu gözlə. Bunu gözlə. Bu nədir? Bir də tort yeyəcək. Sənin hüququn pozulur. Mən yazıq deyiləm ki. İşi görən sənsən. Mən adam deyiləm ki. O arvad nətər deyir. Heç mən adam deyiləm. Yox, veriliş, yəni... Sən istəyən, Bildim, bu belə də olmaz da, yəni. Onda evdən hazır korjları bişirim, gətirim, tortu burada yığam. Yola verdi eləmən lazım, tabi, bu qədər olmaz. Hələ mən xəmirin birini evdən gətirmişəm. Hələ gör nə qədər gözləmişik hələ. Saat elə bir 12-də başlamışıq bir də. 3, 4... Hədə, oldu.
Davam edin. Deyir qara məni basınca mən qaranı basım. Pay səni hə, uşaq belə. Hə, ona görə də sən Napolyon istəyəndə mən dedim ki, Fərid gəl, biz fərqli eləyək. Ona görə ki, biz artıq 5 ildir qəşəng bir stajımız var, 5 il. Bunu qeyd eləmək Napolyonu lazımdır. 5 ildə ağ günə qoymuşuq, indi qara İndi günə. qara günə qoyduq. İndi baxa görə bu qara gündə bunun dadı nədir? Amma yəni əziz tamaşaçılar, bəylər, xanımlar, indi maşallah bəylərimiz də artıq şirniyyat bişirir. Yəni mən belə deyim, müəyyən şirniyyat hazırlayanlar göstərirlər ki, yaydılar və bunu kəsirlər. Bu elə olmur. Ona görə ki, bu Napolyonun korju elədir ki, özü ki, burada hətta kakao var. O bişəndə biraz da yığılır. Ona görə də, bax bu qədər, bax bu indi 30 dairədir. Düzdür, mən bunu belə saxlayıram və bax bu artıq, bu 3 santı, bu tam kifayət edir. Və mən ovuntu üçün korjdan götürmürəm. Bax, korjdan belə çıxan qıraqları mən verirəm tortun üstünə. Ona görə də mənim hazırladığım klasik Napolyon tortu olur qəşəng hündür, 10 santı. İndi biri sobadadır. O çıxandan sonra biz bunu qoyuruq və bizə qalır nə? Kremi hazır eləmək və təsvir eləyin. Kakaolu korjlar, şokoladlı krem, bəh, 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 bəh. Çox ləzzətlidir. Artıq axırıncı korju qoymuşam bişməyə. O korj bişənə qədər bu biri korjlar soyur, mən də kremi hazırlayıram. Yağ yumuşaqdır, yağ mütləq yumuşaq olmalıdır. Yağ yumuşaq olmasa hazırladığınız krem çürüyə bilər. Davam eləyirik. Bizim xəmirimiz də hazır. Korjlar Pişdi. hazırdır. Kremimiz də. Axırıncı soyur, krem də hazırdır. Yığırsınız artıq. Mən başlayıram yavaş-yavaş yığmağa. Həmişəki kimi adəti üzrə. Birincisini vurduq. Bunu belə eləyirik ki, yaxşı yapışmada, yəni ki, korjlar oynamasın. Bunu gətirib bura qoyanda, Və qalan şeylər ayrında. Aralarını rahat dolduracaqsınız bəli. və qoyacaqsınız. Sadəcə olaraq adi Napolyonun fərqi nədir? Rəngi, Kremdə Kakao. kakaonun olmağı. bir də xəmirdə kakaonun olması. Bəli, Başqa heç bir fərqi yoxdur. dadında. Görək də, yeyək. Görək. Sən bunu bəyənməsən də mən yenə də incimərəm. Niyə? Ona görə ki, artıq mən bilirəm ki, sənin o biri torta münasibətin Görək nə tər olacaq, necədir. yox, yox, axırı gözləyək. Amma bu durumda əsas qiymət verən mənə elə gəlir, mənim fikrimcə, balaca Rəsuldur. Görək o da bəyənəcək, aparacaq. Və əlbəttə. Bir dənə də bir istəyirəm bir şeyə fikir verəsiniz. Əksin qoyursunuz. Ay, sağ ol, çox gözəl şagirdsən. Əksin niyə qoyuram? Ona görə ki, əksini yağlamaq çox rahatdır. Və mütəmadi biz nəzarət edirik ki, tort hər tərəfdən kağızın, paddonun üstündə, yəni buna paddon deyirlər, düppədüz olsun. Siz yəni urvini saxlayırsınız yəni. Bucaqları düzgün düzəldirsiniz. Mütləq. Və məsələn, tortun bu hissəsi biraz elə bilərsən ki, Ora nazidir. kremi çox vurursunuz. Yox, bax gör, burada nazidir, burada qalın. Qalın, hə, bildim. Anlaşıldı. Və olur düppədüz. Verilişimizin baş sponsoru Azərsüdü dostlar. Azərsüdü tərifə ehtiyacı yoxdur. Çünki təbii məhsuldur. Öz inəklərimizin südündən hazırlanan müxtəlif kərə yağları, ayranlar, xamalar, kəsmiklər, südlər, pendirlərin ləzzətinə çatan yoxdur.
Biz verilişdə həmişə Azərsüdün bütün məhsullarından istifadə edirik. Evdə də həmişə yoldaşım deyir ki, marketə get, nəsə yağ ala. Həmişə deyir ki, Azərsüdün yağından al, çünki o təbiidir, o ləzzətlidir, o əsl yağdır. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd, təbii ləzzət, təbii ki, fermamızdan. Napolyon tortun tarixi tam başqadır. Bunu 18-ci, 17-ci əsrdə Rusiyada, Sibirdə bir qadın yığıb. Daha niyə bunun adını belə qoyub, mən bilmirəm. Ola bilər ki, bu mənə elə gəlir. Məsələn, Napolyon sözü belə də gedir. Napalnitel, yəni ki, doldurucu. Görürsünüz ki, korujlar bir-birinin üstünə yığıldıqca krem, korujlar, yəni ki, doludur da napalnitel. Yəni ki, prosta sadəcə olaraq Google-da oxumuşam. Yəni, sırf o adamla bağlı olan tort deyil. Yəni, bunun tarixi başqadır. Və sonuncu korju Sonuncu qoyuruq. korjumuz gəldi. Və sonuncu Və. korju. Mənə bilirsən nə lazımdır? Hə. Fəridim. Hə, Can, hə. Всё, gördüm. Əziyyət istədim verəm sənə, fikrimi gördün dəyişdim. mü? Və biz bunu belə yüngülvari, əziz tamaşaçılar, Əziz. baxın görün, xudmani, çox yox. Belə basırıq. Bizə lazımdır ki, burada düppədüz olsun, tarazlıq yaransın. Və mən keçirəm. Bunu indi əvvəl qıraqlarını kremliyim. Mən bu gün yadımdan çıxdı, xüsusi bıçağımız var. Evdən Onu onu da o. gətirməmişəm. Və dostlar, bugün sizin üçün biz Napolyon hazırladıq. Elmə xanım, əllərinizə Dadlı, sağlıq. Düz 10 saat. ləzzətli. İndi düzdür, bizim izləyicilərimiz neçə dəqiqə baxacaq? 30 dəqiqə görəcək bunu, 40 dəqiqə görəcək, amma biz 10 saat burada vaxt keçirdik. Amma mən sizə bir şey deyim, yəni ki, bir böyük ana kimimi, Ağbirçək xanım kimimi. Mən həmişə bu Napolyonu evdə, ümumiyyətlə, 2 günə bişirirdim, On saat hazırlayırdım. yaxşıdır. Deməli, Fərid məni 5 ildə elə öyrədib ki, mən 6 saat ərzində bu cürünü gözəllik yaradıram. Baxın, Möhtəşəm. görün. Həqiqətən bunu bu dəqiqə kəsərdim, amma istəmirəm. Qoy biraz özün tutsun. Özün tutsun. Özünə gəlsin. Ona görə onu hələ yemirik. Çünki Napolyonu boyat yeyərlər. Amma bizim verilişə təzə-təzə baxarlar. Və bu cürünü gözəlliyi hazırlamaqdan ötəri nə eləmək lazımdır? Mənim süfrəmə baxmaq lazımdır. Baxmaq lazımdır. İlk verilişimiz qutlu olsun. Bəli. Sağ olun. Növbətə Yan da hələ də nə olmuşdu sənə? Onu da mən keçim. Bu dəqiq ölçülər hardadır? Mənim süfrəmdə. Dəqiq reseptlər hardadır? Mənim süfrəmdə. Ay, sağ ol. Mənim süfrəmə mütləq baxın. Bu cürünə gözəl, ləziz təam hazırlayın. Ailə üzvlərinizi sevindirin. Sağ olun. Baş sponsor Azərsüd.